Salam, hörmətli izləyicilər. Xoş gördük hər birinizi. Necəsiz? Bugünkü dərsimizdə sizlər üçün Ağqoyunlu dövləti haqqında məlumat verəcəm. Dərsimizə keçid alaq. Deməli, ilk öncə vurğulamaq istəyirəm ki, biz bundan öncə Qaraqoyunlu dövləti haqqında məlumat əldə etmişdik və artıq Qaraqoyunluda 1468-ci ilə doğru artıq dövlət yavaş-yavaş sərfəməyə başladı. Ən çox da Qaraqoyunlunun öz daxilinə gedən müharibələr, daxili çəkişmələr və iqtisadi tənəzzül Qaraqoyunlunun sonunu gətirdi və burada da artıq başladı Oğuz tayfalarının digər bir qolu olan Ağqoyunlu tayfaları ağılıb eləməyə başladılar. Artıq burada Ağqoyunlular eyni zamanda bəzi mənbələrdə Bayandurlu tayfası kimi də tanınırdılar. Bayandurlular siyasi hakimiyyəti ələ almağa bacardılar və Oğuzların siyasi hakimiyyətini gücləndirməyə bacardılar. Hələ ilk əvvəlki, öncəki dövrlərdə, öncəki əsrlərdə Bayandurlu tayfaları Dərbənd, Qarabağ, Naxçıvan, Göyçə gölü ətrafında, Alagöz dağları ətrafında, Cənubi Azərbaycanda məskunlaşmışdılar. Və daha sonra isə bu Oğuz tayfaları olan Ağqoyunlular, yəni Bayandurlular, Monqolların yürüşü dönəmində onlar artıq başladılar digər ərazilərə köç eləməyə və onlar əsasən Dəclə, Fərat çayı ətrafındakı ərazilərdə, Şərqi Anadoluda məskunlaşmağa başladılar. Və bir müddət sonra artıq onlar özlərinin siyasi hakimiyyətini formalaşdırmağa başladılar. Bu Bayandurlu tayfalarından nümayəndə olan Pəhləvan bəy 14-cü əsrdə Van gölünün qərbində Ağqoyunlu tayfa ittifaqını yaratdı. 14-cü əsrin sonunda isə mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyi yaradıldı Qara Osman bəy tərəfindən. Bəzi mənbələrdə Qara Osman bəy, bəzi mənbələrdə isə Qara Yuluq Osman bəy adını almışdı. Qara Osman bəy hakimiyyət dönəmi Ağqoyunlu bəyliyində hakimiyyətdə oldu. 1394-dən 1434-cü ilə qədər hakimiyyətdə qaldı. Baxın, yenidən vurğulayıram. 14-cü əsrdə mərkəzi Van olan, yəni Van gölünün qərbində yerləşən Ağqoyunlu tayfa ittifaqı yaradıldı Pəhləvan bəy tərəfindən. Lakin Ağqoyunlu bəyliyinin yaradılması Qara Osman bəy Bayandurun adı ilə bağlıdır. 14-cü əsrin sonunda mərkəzi Diyarbəkir olan bu ərazini yaratmış oldu. Qara Osman bəy öz hakimiyyəti dönəmində, bəylikdə hakimiyyətdə olan zaman öz adına pul kəsdirdi, siyasi nüfuzunu yüksəltdi, öz hakimiyyətini genişləndirməyi bacardı. Qara Osman bəylə, lakin Osmanlı hökmdarı Yıldırım Bəyazitlə münasibətlər artıq kəskinləşdi. Yıldırım Bəyazitlə Qara Osman arasında gedən bu mübarizələr zamanı Qara Osman bəyin əsas müttəfiqi, köməkçisi Əmir Teymur oldu və Əmir Teymurla birləşən bu Qara Osman bəy daha sonraki dönəmlərdə Osmanlıya qarşı mübarizə apardı, Qaraqoyunluya qarşı mübarizə apardı. Yəni burada artıq biz Ağqoyunlu Teymuri ittifaqını görürük. Hələ düzdür, burada Ağqoyunlu dövləti yaranmamışdı, dövlət halında deyildilər. Amma Ağqoyunlu Teymuri ittifaqı birləşmişdi Osmanlıya qarşı, Yıldırım Bəyazitə qarşı və Qaraqoyunluya qarşı. Hətta biz burada bir məsələni vurğulayacağıq ki, Əmir Teymur Ankara döyüşündə Osmanlı'nın məğlub etməsilə və Yıldırım Bəyaziti məğlub etməsilə burada Ağqoyunlular öz ərazilərini genişləndirməyə nail oldular. Çünki Ağqoyunluların qarşısına duran əsas məsələlərdən biri Osmanlı'da artıq burada Osmanlı zəifləmişdi. Buna görə Ağqoyunlu bəyliyi öz ərazisini genişləndirə bilmişdi. Daha sonra 1453-cü ildə uzun müddətdən bəri Cahangir Mirzə ilə qardaşı Uzun Həsən, yəni Həsən Mirzə arasında mübarizə gedirdi hakimiyyət uğrunda, Ağqoyunlu bəyliyində hakimiyyəti ələ almaq uğrunda. Nəticədə 1453-cü ildə Həsən Mirzə hakimiyyəti ələ almağa bacardı və Ağqoyunlu bəyliyinin hakimi oldu. Həsən Mirzənin burada Ağqoyunlu bəyliyində və sonraki dönəmlərdə dövlətdə idarəçi dönəmində əsas köməkçisi anası Sara xatun oldu. Sara xatun Azərbaycan tarixində və bu dövrdə Şərq ərazisində yeganə diplomat qadın idi ki, digər dövlətlərlə diplomatik əlaqələr yaratmağı bacaran şəxs məhz Sara xatun idi. Hansı ki, mən öncəki dönəmlərdə videolarımızda vurğulamışdım ki, Azərbaycan tarixində ilk qadın hökmdar Tomrisdir, ilk diplomat qadın isə Sara xatun olmuşdur. Daha sonra
Burada deməli deyəcəyik ki, Həsən Mirzə 1467-ci ildə Muş döyüşündə Qaraqoyunlu hökmdarı Cahanşahı məğlub edib öldürür və burada Qaraqoyunluda artıq zəifləmə baş verir. Bundan deməli Cahanşahdan sonra hakimiyyətə Qaraqoyunluda Həsən Əli çıxır taxta. Həsən Əli isə 1468-ci ildə Həsən Mirzə tərəfindən, baxın yenə deyirəm, Qaraqoyunlu hökmdarı Həsən Əli 1468-ci ildə Ağqoyunlu nümayəndəsi Həsən Mirzə tərəfindən məğlub edilir və buna da artıq Qaraqoyunluya son qoyulur. Mərkəzi Təbriz şəhəri olan Ağqoyunlu dövlətinin əsası qoyulur Həsən Mirzə tərəfindən. Həsən Mirzə Sultan adlandırır özünü, padşah titulunu qəbul edir və bəzi mənbələrin söylediyi kimi uca boylu, enli kürək, cəsarətli, mərd bir insan olduğu üçün və bu xüsusiyyətlərinə görə Uzun Həsən adlanaraq tarixə Uzun Həsən adıyla daxil olur. Daha sonra yaranmış Ağqoyunlu dövlətin ərazisi əhatə edirdi. Diyarbəkirdən Xorasana qədər, Kür çayından İran körfəzinə qədər ki, əraziləri əhatə etdi. Bunun sərhədləri idi. Tərkibən daxil olan torpaqlar isə Kürdən cənubdakı Azərbaycan torpaqları daxil idi burada. Daha sonra Şərqi Anadolu, Şərqi Gürcüstan, İran, İraq və bir də biz burada qeyd edə bilərik ki, Ermənistanı, deməli, bu torpaqlar Ağqoyun dövləti tərkibən daxil edir. Yəni, biz bir qədər müqayisə etsək, Ağqoyunun ərazisi Qaraqoyundan daha geniş idi. Uzun Həsən hətta burada dövləti yaratdıqdan və bu qədər geniş ərazinin sahibi olduqdan sonra Osmanlı Sultanı 2. Mehmetə məktub yazır və bildirir ki, bizim artıq ərazimiz genişlənibdir və bundan sonra Əcəm İraqı, Ərəb İraqı, Fars, Kirman, İran, İraq artıq bizim hökmümüz altındadır. Bu cümlələri yazaraq 2. Mehmetə məktub göndərmişdi. Uzun Həsən öz hakimiyyəti dövrü ərzində yarımköçmə tayfalara qarşı mübarizə apardı. Çünki yarımköçmə tayfalar mərkəzi hakimiyyətə qarşı çıxırdılar, tabe olmaq istəmirdilər. Onların əl-qolunu yığmağa çalışırdı. Feodal əyanlara qarşı mübarizə apardı və bu məqsədlə də Uzun Həsən nizamlı, intizamlı ordu yaratdı və ordu silah hazırlamağa, istehsal etməyə təşəbbüs göstərdi. Lakin onun bu təşəbbüsü uğursuz oldu. İndi bütün hamısı haqqında məlumat verəcəm. Uzun Həsən Quranı oxumağı bacarırdı. Quranı türk dilinə tərcümə etdirmişdi. Bunu türkcə oxuyurdu. Bunu biz oxşarlaşdıra bilərik Qaraqoyunlu hökmdarı Qara Yusiflə. Hətta türkçəyə tərcümə etdirdiyi Quran kitabı hal-hazırda Məşhəddə İmam Rıza Muzeyində saxlanılır. Bayandurlu tamğasını pulların üzərində zərb elətdirdi. Artıq bu cür bir təsvirlər, bu cür rəsmlər artıq Ağqoyun dövlətində pullar üzərində təsvir edilirdi. Bu pulların Bayandurlu sülaləsinə aid olması qeyd olunurdu. Trabzonda yaxınlaşma baş verdi. Belə ki, Uzun Həsən deməli artıq hələ yenicə hakimiyyətə gəldiyi dönəmlər ərzində hələ ki o Ağqoyunlu bəyliyində hakimiyyətdə dövlət yaratmamışdı. O Ağqoyunlu bəyliyində hakimiyyətdə olarkən düşünürdü ki, Ağqoyunluların mövqeyini gücləndirmək lazımdır və ticarət əlaqələrini genişləndirmək lazımdır. Bunun üçün ilk növbədə Uzun Həsən, yəni Həsən Mirzə dövləti yaratmamışdan öncə Trabzon krallığı ilə yaxınlaşır. Trabzon kralının qızı ilə ailə həyatı qurur və bunlar arasında qohumluq münasibəti yaranır. Bunun nəticəsində Ağqoyunlu dövlətinin, yəni Ağqoyunlu ərazilərinin, Ağqoyunlu tacirlərinin Qaradənizə birbaşa çıxışı təmin edilir. Artıq Trabzonla, deməli, Ağqoyunlu arasında qohumluq əlaqəsi qurulur. Bunun nəticəsində Qaradənizə olan çıxış tam təmin edilir. Artıq Ağqoyunlu tacirləri Qaradəniz vasitəsilə digər Avropa dövlətləri ticarət əlaqəsi saxlaya bilərdilər. Görün, videomuz davam edirmi? Aha, bəli, davam edirik. Daha sonra, burada biz deyəcəyik ki, digər bir tərəfdən isə, yəni burada artıq qohumluq əlaqəsi yaradılmasından bir qədər sonra artıq vəziyyət gərginləşir. Belə ki, 1453-cü ildə Osmanlı Sultanı 2. Mehmet Bizansın varlığına son qoyur və Konstantinopolu fəth edir. Konstantinopolun fəthi ilə əsas ticarət yolları keçir artıq Osmanlının əlinə. Belə ki, Qaradəniz boğazlarından keçən və Kiçik Asiyadan keçən ticarət yolları Osmanlının əlinə keçir. Üstəlik Osmanlı hökmdarı bu ticarət yollarına gələn tacirlərə yüksək gömrük haqqı qoyur. Artıq burada vəziyyət gərginləşir.
Ağqoyunluların vəziyyəti gərginləşir və Ağqoyunlu keçək bilirdi ki, Həsən Mirzə və Sara Xatun keçək bilirdilər ki, Konstantinopolu fəth edən 2-ci Mehmetin növbəti hədəfi olacaq bu dəfə Trabzon ərazisi, Trabzon krallığı. Və burada müəyyən məsələlər var. Nəyə görə 2-ci Mehmet Trabzon krallığını istəyə bilərdi? 3 əsas məsələ var. Birinci növbədə 2-ci Mehmet Kiçik Asiya ərazisindəki xristian mülklərini ləğv etməyə çalışırdı. İkinci növbədə şərqdən gələn ticarət yollarına nəzarət etməyə çalışırdı. Üçüncü növbədə isə Avropaya tranzit ticarətini nəzarət altına almaq istəyirdi. Bu məqsədlə də 2-ci Mehmet bu 3 məqsədinə görə Trabzon krallığına öz qarşısına hədəf kimi qoymuşdu. Trabzon məsələsinə görə Osmanlı artıq Ağqoyunlu münasibətləri gərginləşir. Onsuz da zaten bundan bir qədər öncə Konstantinopolun fəthi ilə ticarət yollarının yüksək gömrük rüsumunun tətbiq edilməsinə görə bir qədər Osmanlı-Ağqoyunlu münasibətlərində gərginləşmə var idi. Hələ bundan öncəki dönəmdə də biz o gərginləşməni yaşadıq. Hansı ki, Qarayuluq Osman bəy zamanında İldırım Bəyazitlə münasibətlər gərgin idi. Və artıq biz burada Trabzon krallığı uğrunda da Osmanlı-Ağqoyunlu münaqişəsinə rast gəlirik. Və 1461-ci ildə Qoylu-Hisar döyüşü baş verdi. Əslində Qoylu-Hisar döyüşündə Osmanlı və Trabzon krallığı qarşı-qarşıya gəlmişdi. Amma burada Ağqoyunlu dövləti öz müttəfiqi, öz qohumu olan Trabzon krallığını müdafiə etdi və Ağqoyunlular qalib gəldi. Həsən Mirzənin qoşunları 1461-ci ildə qalib gəldi. Lakin Həsən Mirzə və anası uzaqgörən insan idilər. Onlar bu siyasi vəziyyəti düzgün qiymətləndirdilər. Bildilər ki, əgər bu müharibə davam edərsə, Həsən Mirzə hələ dövlət yaratmayıbdır və o qədər də gücü, qüvvəsi yoxdur. Və o gedən müharibələrdə sonraki dövrdə məğlub ola bilər, Ağqoyun dövlətini yaratmaya bilərdi. Yəni yarada bilməzdi və ona mane ola bilərdi. Buna görə Uzun Həsən Osmanlı ilə aparılmış müharibəni dayandırır, anası Sara Xatunu Osmanlı hökmdarı 2-ci Mehmetin düşərgəsinə göndərir ki, onunla diplomatik əlaqələr qursun. Və burada Həsən Mirzə Sara Xatunu 2-ci Mehmetin düşərgəsinə göndərərkən onun qarşısına 2 əsas məqsəd qoyur. Birinci növbədə Sara Xatun 2-ci Mehmeti Ağqoyunlu üzərinə yürüşü fikrindən daşındırmalı idi. İkinci növbədə isə Osmanlı hökmdarı 2-ci Mehmeti Trabzon krallığı üzərinə yürüşdən daşındırmalı, o fikirdən onu daşındırmalı idi. Və bu məqsədlə Sara Xatun gedir 2-ci Mehmetin düşərgəsinə. Onlar çox gözəl bir-birlərlə münasibət qururlar, ana, oğul deyə bir-birlərinə müraciət edirlər. Lakin Sara Xatun onun qarşısına qoyulmuş 2 məqsəddən yalnız birini həyata keçirilə bilir. 2-ci Mehmeti Ağqoyunlu üzərinə yürüşdüyü fikirdən daşındırır. Amma Trabzon krallığı üzərinə yürüşü fikrindən daşındıra bilmir. Və bu nəticəsində 1461-ci ildə, bundan bir qədər sonra 61-ci ildə deməli Osmanlı sultanı 2-ci Mehmet gedir Trabzon üzərinə yürüş eləyir, Trabzon krallığını işğal edir və Trabzon krallığı süqut eləyir. Burada artıq vəziyyət gərginləşir. Çünki Trabzon krallığının işğal edilməsi ilə Ağqoyunlu dövlətinin, Ağqoyunlu tacirlərinin Qaradənizə gedən çıxış yolu artıq bağlandı. Artıq Ağqoyunlu tacirləri, Azərbaycan tacirləri Avropa dövlətləri ilə ticarət əlaqəsi saxlaya bilməzdilər. Çünki əsas o çıxış yolu bağlanmışdı Osmanlı tərəfindən. Və bu zaman deməli bu Trabzon krallığında da hansı ki biraz öncə söylədim ki, Həsən Mirzə deməli Trabzon krallığının qızı ilə ailə həyatı qurmuşdu. Sara Xatun bu qohumluq münasibətini irəli sürərək öz gəlininə düşən Trabzon xəzinəsindən payı 2-ci Mehmetdən istəyir. Təbii ki də 2-ci Mehmet xəzinə həmin bu Sara Xatun gəlininə çata biləcək payı Sara Xatuna verir və Sara Xatun artıq öz düşərgəsinə, öz ölkəsinə geri qayıtmış olur. Daha sonra burada artıq bu 1461-ci il dönəmi Qoylu-Hisar döyüşüdür, Trabzon krallığının süqutudur. Osmanlı Ağqoyunlu müharibəsinin birinci mərhələsi, birinci dövrü hesab oluna bilər. Və bundan artıq bir qədər sonra biz deyəcəyik ki, Ağqoyunlu dövlətində sabitlik, sakitlik dövrü olur. Hələ ki burada dövlət yanana qədər Osmanlı ilə mübarizə aparılmır. Çünki Uzun Həsən, yəni Həsən Mirzə əsas diqqətini yönəltmişdi dövləti yaratmağa. Hansı ki biraz öncə mən dövlətin yaranması haqqında məlumat verdim. Daha sonra dövlət yarandıqdan sonra Ağqoyunluların Teymurlərlə mübarizəsi var. Bəli, müəyyən dönəmlərdə Bayandurlu tayfalarının Əmir Teymurla yaxınlaşmasını gördüyümüzə baxmayaraq,
söhbət gedir Qara Osman bəy Bayındır dövründən. Amma müəyyən dövrdə də biz Teymuri Ağqoyunlu qarşıdurmasına şahid oluruq. Belə ki, Teymuri hökmdarı Əbu Səid Qaraqoyunlu hökmdarı Cahanşahın öldürülməsini bəhanə gətirərək Azərbaycana yürüş edir. Çünki belə deyim də, Əbu Səid qəbul eləmirdi də Azərbaycanda Ağqoyunlu kimi bir güclü dövlətin yaradılmasını qəbul eləmirdi. Buna görə də 1468-69-cu illər dönəmində Teymuri hökmdarı Əbu Səid Azərbaycana yürüş etdiyi bir dönəmdə Ağqoyunlu hökmdarı Uzun Həsən və onun dəstələri onu mühasirəyə alırlar Muğan ərazisində və Əbu Səidi, yəni Teymurları məğlub edərək Əbu Səidi öldürürlər və Teymurlar artıq məğlub olaraq öz ölkələrinə geri qayıdırlar. Və bu 68-69-cu il dönəmində Teymurlarla mübarizə aparan zaman Uzun Həsənin müttəfiqi Şeyx Heydər idi. Deyəcəm Şeyx Heydər kimdir? Burada da qeyd eləmişəm. Şeyx Heydər Səfəvi nümayəndəsidir. Ümumiyyətlə biz deyirik ki, hələ Ağqoyunlu dövlətinin mövcudluğu dönəmində də, bundan öncəki dönəmdə də Azərbaycanda artıq yavaş-yavaş Səfəvilər nəsli, yəni Qızılbaşlar nəsli meydana çıxmağa başlayırdı və onlar bu Səfəvilər Ərdəbildə özlərinə bir hakimiyyət qurmuşdular. Ərdəbil hakimliyi yaratmışdılar və buranı növbəli idarə edirdilər. Yəni müəyyən zamanlarda Şeyx Cüneyd, müəyyən zamanlarda Şeyx Heydər, daha sonraki dönəmlərdə isə Sultanəli və digərlərinin adlarını söyləyə bilərik. Və Ağqoyunlu Uzun Həsənin hakimiyyət dövründə Səfəvilərlə qohumluq əlaqəsi quruldu. Belə ki, Ağqoyunlu hökmdarı Uzun Həsən öz bacısı Xədicə bəyimi deməli evləndirmişdi Səfəvi nümayəndəsi Şeyx Cüneydlə. Və Uzun Həsən öz qızı Aləmşah bəyimi isə deməli evləndirmişdi Səfəvi nümayəndəsi Şeyx Heydərlə. Hətta Şeyx Heydər ona, yəni deyirəm, Teymurlarla mübarizə zamanı kömək etmişdi. Şeyx Heydər Uzun Həsənin kürəkəni hesab olunurdu, belə deyim. Və o Şeyx Heydəri 1470-ci ildə Ərdəbil taxtına hakim kimi oturtmuşdu. Daha sonra bu oldu Ağqoyunlu Səfəvi münasibətləri. Uzun Həsən dönəmində qohumluq əlaqəsi var və münasibətlər çox yaxşı idi. Uzun Həsən öz hakimiyyəti dövründə deməli, başladı ki, artıq o Trabzon krallarına geri qaytarmağa çalışırdı, Ağqoyunlu tacirlərinin Qaradənizə gedən çıxışını bərpa etmək istəyirdi. Bu məqsədlə Uzun Həsən bir sıra Avropa dövlətləri ilə başladı diplomatik münasibətlər qurmağa. Uzun Həsənin özünün elçi göndərdiyi Avropa dövlətləri Venesiya, Polşa, Macaristan, Neapol və Kipr krallığı idi. Lakin eyni zamanda da bir sıra dövlətlər də özləri Təbrizə elçi göndərirdilər ki, Uzun Həsənlə ittifaq yaratsınlar Osmanlıya qarşı. Hansı dövlətlərdir bunlar? Deməli, biz deyəcəyik ki, Avropadan elçi göndərənlər, üzr istəyirəm, biraz öncə mən yanlış söylədim. Avropadan elçi göndərənlər Venesiya, Polşa, Macaristan, Neapol, Kipr krallığının nümayəndələri elçi göndərmişdilər. Amma Uzun Həsənin özünün elçi göndərdiyi dövlətlər Venesiya, deməli, Macaristan, Kipr krallığı, Neapol, bir də ki Vatikan. Bir də biz burada deməli fərq olaraq Vatikanı söyləyəcəyik. Çünki Uzun Həsənin özünün elçi göndərdikləri içərisində Vatikan da var idi. Daha sonra bu münasibətlər zamanı, deməli, diplomatik münasibətlər qurulan zaman 1472-ci ildə Venesiya ilə Ağqoyunlu arasında hərbi ittifaq bağlandı Osmanlı dövlətinə qarşı. Burada Venesiya dövləti Ağqoyunluya ordu silah gətirməli idi və ordu silah hazırlayan mütəxəssislər göndərməli idi. Və buna da bu, təbii ki, imzalanmış bu hərbi ittifaqa əsasən də, qurulmuş hərbi ittifaqa əsasən Uzun Həsən deməli, həmin o 1472-ci il dönəmində 20 minlik Ağqoyunlu qoşununu Qaraman bəyliyi istiqamətindən Aralıq dənizi sahillərinə çıxartdı. Lakin burada Ağqoyunlu verdiyi vədi yerinə yetirməsinə baxmayaraq Venesiya verdiyi vədi yerinə getirmədi. Venesiya gedib gizlincə Osmanlı dövləti ilə ittifaq qurdu, onunla münasibətləri yaxşılaşdırdı və Osmanlı hökmdarı 2. Mehmet hər iki müttəfiqi bir-birindən ayırmış oldu. Venesiya ilə artıq Ağqoyunlu bir-birindən ayırdı. Ağqoyunlunun ələ keçirə biləcəyi ordu silahları və mütəxəssislər artıq bura göndərilmədi. Artıq burada Venesiya Ağqoyunlunu aldatdı və geri qayıdan bu Ağqoyunlu qoşunu 1472-ci ildə geri qayıdan zaman Beyşehir döyüşündə Ağqoyunlular Osmanlılarla qarşılaşdılar. Burada Osmanlılar qalib gəldi, Ağqoyunlular məğlub oldular.
Bundan artıq bir il sonra Ağqoyunlu başladı daha çox qüvvəsini toplamağa Uzun Həsən və 1473-cü ilin 1 avqust tarixində Fərat çayı sahilində döyüş baş verdi, Malatya döyüşü. Malatya döyüşündə Ağqoyunlular qələbə qazandılar, hərbi hiylə işlədərək Ağqoyunlu Osmanlı ordusunu məğlub etdi. Və bu döyüşdən sonra Osmanlı, deməli bir qədər, biz deyəcəyik ki, bu döyüşdən sonra Uzun Həsənin bir qədər gecikməsi Osmanlının artıq öz qüvvələrini toplamasına yardım etdi. Belə ki, yenə həmin il sadəcə 10 gün arasında fərqlə 1473-cü il 11 avqust tarixində Ottuqbel döyüşü baş verdi. Ottuqbel döyüşündə Osmanlı Ağqoyunlu qarşıdurması yaşandı və Osmanlılardan, deməli, Osmanlıların yeniçəri dəstələrinin həmlələri sayəsində Osmanlılar qalib gəldi Ottuqbel döyüşündə. Yəni biz burada artıq bir məsələnin şahidi oluruq ki, bir dəfə Osmanlı qalib gəlir, bir dəfə Ağqoyunlu, yenə bir dəfə Osmanlı, yəni bir dəfə digər tərəf, bir də isə bu tərəf qalib gəlirdi. Amma ümumiyyətlə bu hansı ki danışdığım 1472-73-cü illər Osmanlı Ağqoyunlu müharibəsinin növbəti mərhələsində və ümumiyyətlə Ağqoyunlu Osmanlı müharibəsi nəticəsində heç bir tərəf qəti qələbə qazanmadı. Hər iki tərəf böyük itkilər verdi və burada artıq Ottuqbel döyüşündə Osmanlı ordusu görür ki, böyük itkilər verir. Ona görə artıq Ağqoyunlu ilə müharibəni dayandırıb öz diqqətlərini Avropa dövlətlərinə doğru yönəldirlər. Daha sonra 1475-ci ildə Moskva knyazı 3-cü İvan bura Təbrizdə Uzun Həsənin sarayına elçilər göndərir ki, həm müttəfiqlik olmaq üçün, ticarət əlaqəsi yaratmaq üçün. Çünki Moskva knyazlığı istəyirdi ki, həm Ağqoyunlu ilə ticarət əlaqəsi qursun, həm də istəyirdi ki, Ağqoyunlunun qüvvəsindən Qızıl Orduya qarşı istifadə etsin və birlikdə mübarizə aparsınlar. Lakin burada bir qədər gecikmişdi Moskva knyazı, çünki onun bura gəlməsindən bir qədər öncə Qızıl Ordu öz işini ehtiyatlı tutub, Qızıl Ordu hökmdarı Uzun Həsənin yanına elçi göndərmişdi, ona qiymətli hədiyyələr göndərmişdi və Qızıl Ordu dövlətinin hökmdarı öz dövlətinin cənub sərhədlərinin pozulmaması haqqında Uzun Həsəndən təminat almışdı. Yəni artıq öz işini sağlam tutmuşdu, belə deyim. Buna görə də Moskva knyazlığının Təbriz şəhərinə gəlməsi və burada Təbrizdə deməli Uzun Həsənə ticarət və müttəfiqlik təklif etməsi uğursuz olmuşdu. Uzun Həsən dönəmində 1477-ci ildə Gürcüstana yürüş etdi və Tiflis daxil olmaqla Şərqi Gürcüstan keçdi Ağqoyunluların hakimiyyəti altına. Hansı ki 77-ci ildə Gürcü çarı 6-cı Baqratla sülh müqaviləsi imzalanmışdı. Müqavilənin şərtinə əsasında yəni dediyim ərazilər Şərqi Gürcüstan keçdi Ağqoyunluların tərkibinə. 1474-də isə, yəni bu Uzun Həsənin hakimiyyəti dönəmində bu zamanlarda 1474-cü ildə Uzun Həsən oğlu Uğurlu Məhəmməd atasına qarşı çıxır, ona qarşı üsyan qaldırır və sonunda məğlub olaraq bu Uğurlu Məhəmməd qaçır Osmanlı dövlətinə. Osmanlı Sultanı II. Mehmetin qızı ilə ailə həyatı qurur və onların bu izdivacından dünyaya gələn övlad Əhməd adlı şəxs sonraki zamanda Ağqoyunda hakimlik edəcək. İndi o haqda məlumat verəcəm. Görün videomu davam edirmi? Aha, davam edirik. Daha sonra burada deyəcəyik ki, deməli Yaqub Padşah gəldi hakimiyyətə. 1478-ci ildən 1490-cı ilə qədər hakimiyyətdə oldu. 12 illik hakimiyyət dövrü durğunluq dövrü kimi səciyyələnirdi və onun dövründə sabitliyi qoruyub saxlamağa çalışdı. Şirvanşahlar dövləti ilə qohumluq əlaqəsi qurdu Yaqub Padşah. Şirvanşahın qızı ilə ailə həyatı qurdu. Bunu biz oxşarlaşdıra bilərik Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədlə. Çünki hər iki hökmdar Şirvanşahlarla qohumluq əlaqəsi saxlamışdı. Yaqub Padşah dönəmində artıq Osmanlı ilə münasibətlər düzəldi. Osmanlı Sultanı, deməli, 2-ci Bəyazitlə dostluq əlaqələri saxlanıldı. Lakin Yaqub Padşah atasından fərqli olaraq, deməli, Səfəvilərə düşmən münasibət saxladı. Çünki Səfəvilərin hakimiyyətinin qüvvətlənməsindən, Ərdəbil hakimliyindəki hakimiyyətlərinin artmasına narahat olmağa başladı və buna görə də 1488-ci ildə Yaqub Padşah Şirvanşah hökmdarı Fərrux Yazara kömək edir və onlar birlikdə Şahdağ döyüşündə Şeyx Heydəri öldürürlər. Səfəvi nümayəndəsi Şeyx Heydərin öldürülməsi Şahdağ döyüşündə baş verdi. Kimlər tərəfindən? Ağqoyunlu hökmdarı Yaqub Padşahla Şirvanşah hökmdarı Fərrux Yazarın birləşmiş qüvvələri tərəfindən və bu Şeyx Heydərin 3 az yaşlı oğlu ilə həyat yoldaşı zindana atılır. Yaqub Padşah tərəfindən və Ərdəbil işğal edilir. Daha sonra
Yaqub Padşahdan sonra biz bir də Yaqub Padşah dönəmində əvvəlki kitablar verirdi ki, Yaqub Padşahın Gürcüstan üzərinə yürüşü olmuşdu və xəritə üzərində qeyd olunurdu ki, 1483-cü il dönəmində Gürcüstana yürüşü var Yaqub Padşahın. Amma indi hazır kitablarda bəzi yerlərdə bu qeyd olunmur. Daha sonra Baysunqur dövrü. Baysunqur Uzun Həsənin nəvələrindən biri idi ki, 1490-92-ci illərdə hakimiyyətdə oldu. Lakin 1492-ci ildə Bərdə döyüşü baş verdi. Bərdə döyüşündə Uzun Həsənin digər nəvəsi Rüstəm Mirzə bu Baysunquru məğlub edib taxtdan salır və Rüstəm Mirzə hakimiyyətə ələ alır. 1492-ci ildən 97-ci ilə qədər Rüstəm Padşah hakimiyyətdə olur. Hakimiyyəti dönəm ərzində hərbi köçmə əyanlara soyurqal torpağı paylamaqla öz hakimiyyətini möhkəmlətməyə çalışdı. Lakin bunun uğursuz bir siyasətə oldu. Çünki soyurqal torpaqları artıq irsən keçən torpaqlar idi və bu torpağı alan hərbi köçmə əyanlar başlayırdılar qüvvətlənməyə və mərkəzi hakimiyyətə qarşı çıxmağa başlayırdılar. Rüstəm Padşahın yürütdüyü siyasət daha sonra özünə qarşı çevrilməyə başladı. Rüstəm Padşah dönəmində eyni zamanda deyəcəyik ki, deməli, bu siyasətinə görə uğursuz olduğu üçün daha sonra o hakimiyyəti dönəmi ərzində 1494-cü ildə Rüstəm Padşah da Səfəvlərlə mübarizə apardı. 1494-də Şəməsi döyüşündə Rüstəm Padşah Şeyx Heydərin deməli, oğlanlarından olan Sultan Əlini məğlub edir, Ərdəbil taxtından vurub salır yerə, Ərdəbili işğal edir. 1496-cı ildə isə Naxçıvan döyüşü baş verir kimlər arasında? Biraz öncə söylədiyim Uğurlu Məhəmməd ki var idi, Uzun Həsənoğlu ona qarşı qiyam qaldırmış şəxs. Onun oğlu olan həmin o Əhməd, Gödək Əhməd adı altında deməli, hakimiyyəti ələ alacaq. 1496-cı ilin sonunda Naxçıvan döyüşü olur, Rüstəm Padşah taxtdan salınır, bu Əhməd hakimiyyətə çıxır. Gödək Əhməd adı ilə bir il ərzində 1497-ci ildə ölkəni idarə edir. Əhmədin dönəmində o əsasən Osmanlı təcrübəsinə əsasən ölkəni idarə etməyə çalışdı. Öz hakimiyyəti dövründə hərbi köçmə əyanlara qarşı mübarizə apardı. Onları mərkəzi hakimiyyətə tabe etmək yolunda mübarizə apardı. 20-yə qədər vergiləri və mükəlləfiyyətləri ləğv etdi. Lakin eyni zamanda onun dövründə soyurqal torpaqlarının paylanmasını məhdudlaşdırdı və yürütdüyü bu siyasətə görə Əhmədin özünə qarşı çıxdılar və Əhmədi artıq 1497-ci ilin sonunda sui-qəsdlə öldürüb taxtdan salırlar. Bundan sonra hakimiyyət olan çəkişmələr baş verir və nəhayət 1500-cü ildə deməli, Murad Mirzə və Əlvənd Mirzə iki əmioğlu idi ki, Uzun Həsən nəvələri idi bunlar. Bunun arasında gedən hakimiyyət mübarizəsi zamanı Əbhər sazişi imzalanır 1500-cü ildə. Ağqoyun dövləti rəsmi olaraq iki hissəyə parçalanır. Bir tərəfə Murad Mirzə, digər tərəfə isə Əlvənd Mirzə başçılıq edirdi. Murad Mirzəyə düşən ərazilər deməli, burada Fars İraqı, Kirman bölgələri idi. Əlvənd Mirzəyə isə Qızılüzən çayından qərbdə yerləşən Azərbaycan torpaqları və Şərqi Anadolu verilmişdi və bunlar müəyyən zaman sonra Səfəvi nümayəndəsi 1-ci İsmayıl tərəfindən məğlubiyyətə uğradılacaqlar. Əlvənd Mirzə 1501-ci ildə Şərur döyüşündə, Murad Mirzə isə 1503-cü ildə Həmədan yaxınlığında baş vermiş Alnabulağı döyüşündə Səfəvilər tərəfindən varlıqlarına son qoyulacaq. Artıq bununla da 1501-də Ağqoyunluğun birinci qolu, 1503-də isə Ağqoyunluğun ikinci qolu süquta uğrayacaq. Ağqoyunluq haqqında danışacaqlarım bu qədərdir. Ümid edirəm ki, anlayarsınız. Videomu izlədikdən sonra dərsi kitabdan birinci dəfə oxumağı məsləhət görürəm ki, beyninizə daha da möhkəmlənsin. Oldu, sağ olun.